burada nə deyilir? Navigate the iOS by using Telegram for console connectivity. Console connectivity-ni yoxlayırıq və əməliyyatlar aparacağıq. Yenə mən yükləmirəm faylı, çünki faylı yükləmişəm. Faylı açıram. Və bu fayl bizə nəydən ötürü lazımdır? Faylda həm addımlar yazılıb, step by step, alt-alta yazılıb hamısı və bizim nəticəmizi yoxlamağımız üçün həmin o addımların aşağısında check results hissəsi var. Yəni, nəticəni yoxla. Yəni, addımları edirik və daha sonra nəticəni addımlardan sonra ortaya çıxan nəticəni yoxlamaq üçün bizə burada şans tanıyır. Deməli, burada bizə verilib rack, network device-larımız və laptopla bir də PC. Yəni, PC-nin təbii ki, qoşmaqdan ötürü sistem blokundan istifadə edəcəyik. Və əslində bizim, yəni bu proyektin məqsədi odur ki, switch through the serial console port, yəni switchin qoşulması, display and configure basic device settings, yəni konfigurasiya edilməsi, basic deyəndə, yəni əsas cihaz ayarlarının konfigurasiya edilməsi, access at Cisco router using a mini USB console cable. Yəni, daha sonra Cisco routerə də mini USB konsol kabelinə giriş. Deməli, birinci addım nədir? Access a Cisco switch through the serial console port. Və burada switchə qoşulmaq addımıdır. İlk deyir, install and investigate E2960 switch. 2960 switchimiz budur. Bunu yerləşdiririk rəkin içinə. Duruq. Yerləşdiririk rəkin içinə. Rək bildiyimiz kimi network device-larımızı, həmçinin storage device-larımızı da yerləşdirmək üçün shelf-dir. Shelf nədir? Yəni rəf. Və bu switchimizi biz PC ilə əlaqələndirəcəyik. Görürsünüz, yazıb install and investigate the PC. PC-ni də qoyuram stolun üzərinə. Və bunlar təbii ki, bir-birinə qoşmaqdan ötürü biz bilirik ki, konsol portdan istifadə olunur. Pardon, konsol kabeldən istifadə olunur. Konsol kabel də konsol porta qoşuruq. Baxın, burada RS232 sistem blokunun konsol kabeli yerləşdirmək üçün portudur, yəni daxil etmək üçün portudur. Bura gəlirik switchimizə. Görürük ki, burada baxın, Gigabit Ethernet 01, Gigabit Ethernet 02 olmalıdır, səhv eləmirəmsə bu. Və burada Fast Ethernet, görürsünüz, dəyişir. Sürüklədikcə dəyişir. 0, 10, 12, 14 və s. Amma bunlar bizim konsol kabelimizi taxmaq üçün lazım olan portlar deyil. Bunun üçün nə edirik? Mışqanı qoyuruq switchin üzərinə, sağ düyməni klikləyirik və burada gəlir Inspect Rear. Inspect Rear hissəni klikləyirik və burada açılır switchimizin arxa hissəsi. Switchimizin arxa hissəsində də baxın konsol port var. Üzərinə kliklədik və konsol kabelimiz qoşuldu. Və burada sağ klikə basanda Inspect Front gəlir. Inspect Front, görürsünüz, daha aydın görməkdən ötürü digər tərəfini göstərir. Amma burada konsol kabeli qoşmaq üçün port yoxdur. Gördüyümüz kimi bizim sistem blokumuz, kompüterimizin sistem bloku switchə qoşuldu. Uğurlu qoşulmanı yoxlamaq üçün klikləyirik sistem blokunun üzərinə, yəni sistem bloku PC-nindir də. Yandırırıq qırmızı işarə vasitəsilə. Desktop, terminal, OK. Enter'ə basırıq. Aha, switch gəldi. Deməli, switch gəlsə, deməli, uğurlu qoşulmadır. PC-miz switchə uğurlu qoşulub. Aha, addımları saxlayıram, üzərindəki əməliyyatları saxlayıram, keçirəm ikinci hissəyə. İkinci hissəmiz nədir? Burada artıq ikinci hissəmizdə routerlə olan işimizdir. Install and investigate 4321 routerini. Aha, buradan 4321 routerini götürürəm, yerləşdirirəm rəqimə. Daha sonra bu routeri nə ilə əlaqələndirəcəm? Laptopla. Laptopu götürüb qoyuram stolun üzərinə. Aha, indi keçirik əlaqələndirmə hissəsinə. Əlaqələndirmə hissəsində yenə konsol kabeli götürürəm və burada təbii ki, hissələr aydın-aydın görünür. Baxın, görürsünüz, burada Fast Ethernet var. Bu hissələrdə USB, USB 0. Amma tam görmək üçün yenə sağ klik edirəm. Inspect Front. Aha, ucu açıldı. Görürsünüz, RS232. Konsol kabelimizi qoşmaq üçün port. 232 qoşduq və burada göstərilib, baxın. USB 1, USB 0. Bunlar o portlardır. Prosta indi açılmadı. Görürsünüz, açılır. Baxın. Bu da USB 0 ilə USB 1 olmalıdır. Sonra X-ə klikləyirik
və keçirik router hissəmizə. Artıq kompüterimizə, yəni laptopumuza qoşuldu. Routerin üzərinə basırıq və routerdə görürsüz konsol cable'ın yeri var. Baxın burada görürsüz gigabit Ethernet 000, gigabit Ethernet bu da 000, daha sonra görürsüz başqa portlar auxiliary. Auxiliary nə üçündür? Səs. Bu da konsol. Yəni konsol kabelimizi qoşmaq üçün port. Aha, qoşduq. Və bunun da uğurlu qoşulmasını yoxlamaqdan ötürü kabelin laptopun üzərinə klikləyirik. Desktop. Aha, klikləyə bilmirik. Deyir ki, bizə orada xəta gəldi. Xəta nədir? Deyir, öncə laptopu yandırmalısan. Laptopu yandırırıq. Bu hissəyə bastım, yandırdım. Keçdim desktop hissəyə. Terminal, okey. Okey. Gördünüz, heç nə gəlmədi. Niyə heç nə gəlmədi? Ona görə ki, uşaqlar, burada nəsə gəlməsi üçün routeri yandırmaq lazımdır. Routeri yandırmaqdan ötürü, baxın, bu hissəni görürsünüz. Buna klik edirik. Aha, routerimiz yandı. Çıxırıq. Təzədən laptopa klikləyirik. Terminal, okey. Aha, birincidə belə gəlir. Çıxırıq. Yenidən laptopa klikləyirik. Terminal, okey. Belədir. Laptop. Bir dəqiqə config set. Desktop, terminal, okey. Aha. Burada yes no hissəsi gəlir. Buradan no-nu seçirik. Daha sonra düşürük aşağı. Aha, router. Всё. Routerimiz açılır. Deməli, bu uğurlu qoşulmadır. İndi keçirik üzərində əməliyyatlara. Deməli, birinci switchlə qoşulan PC-miz, qoşulan PC-də terminalda olan əməliyyatlar yazılmışdı bura. Baxın, yazılıb görsünüz switch, show version, daha sonra show clock, enable clock set falan. Aha, eləyirik. Tamam. Bastıq PC-nin üzərinə. Desktop, terminal, okey. Aha, açıldı switch. Tamam. Nə deyir? Show version. Versiyanı göstər. Düşdük və bu enterə basa-basa düşürük aşağı. Enterə basırıq. Aha, bitdi. Nə göstərir burada bizə? Görürsünüz ROM. Daha sonra prosesor. Yəni versiyanın elə bir ki özəlləri, funksiyalarını açıb da burada. Daha sonra aşağı düşürük. Görürsünüz switch bir dənə portun göstərib modelini, versiyasını və image. Daha sonra görürsünüz yazıb, nə yazıb? Show clock. Saatı göstər. Show clock nədir? Səhv göstərdi. Saat da səhvdir. Martın 1-i 1993-cü ildə qalıb bu. İndi clock-u dəyişməkdən ötürü biz user bu exec moddur. Yəni user execution mod. Bu moddan keçirik privilege execution modu. Necə keçirdik? Enable yazırdıq, düşürdük. Bu işarə user execution mod, bu da privilege execution mod. Və saatı dəyişirik privilege execution moddan. Yəni DS işarəsi. DS işarəsi də privilege execution mod. Yəni privilege exec mod. Bura yazırıq clock set. Məsələn, saat neçədir? 10:59. 59:00:00 burada saniyələri bildirir. Yazırıq. Burada UTC, Monday falan yazmağa ehtiyac yoxdur. Yazırıq. Martı tam yazmırıq. Mart, yəni burada necə yazılıbsa elə. 4, bu ayın 4-üdür. İl də neçədir? 2026. Aha, okey verdim. Exit verdim. Çıxdım buradan. Switch açıldı, açıldı. Yazıram show clock. Aha, nə göstərdi? 10:59 düzəltdiyim saatda. Wednesday, yəni 3-cü gün, martın 4-ü 2026. Əla. Daha sonra buradan düşürük. Switchimizin konfigurasiyası bitdi və routerumuzu da açıb baxa bilərik. Desktop, terminal, router. Routerda da burada istədiyinizi eləyə bilərsiniz. Enable, keçdik privilege exec moda. Sonra burada config eləyirsiniz. Yəni configure terminal, config mod açılır. Daha sonra buradan çıxırsınız, password qoyursunuz və s. Yəni burada da switchdəki kimi əməliyyatlar eləmək mümkündür. İndi bu əməliyyatları eləyəndən sonra cavabımızı yoxlamaqdan ötürü nə edirik? Check results. Aha, burada yazılır. Overall feedback. Bizə feedback verir. Congratulations on completing this activity. Deyir, bu aktivitini bitirdiyiniz üçün sizi təbrik edirik. Aha. Keçirik assessments items. Və burada göstərir hansıları korrekt eləmişik, nəyi qoşmuşuq. Baxın, görürsünüz. Yəni, ona görə bu fayl belə verilir ki, burada biz öz feedbackimizi görə bilirik. Nəyi hara qoşmuşuq, düzmü qoşmuşuq, səhvmi qoşmuşuq. Ona görə bizə lazım olur. Yəni, bu faylın açılması belədir.